Вечная. 2025-ci il, amma hələ də düzünə, veçnə və bu cür cinayətkar insanların adı çəkilir. Özünə lotu deyən, uşaqlar tərəfindən ilahiləşdirilən, nəinki uşaqlar tərəfindən, hətta olğun insanlar belə bu insanlara özünə bir obraz, ideal kimi görürlər. Amma burada günahkar sadəcə olaraq uşaqlarına, ələxüsusda oğullarına düzgün və vaxtında diqqət yetirməyən atalardadır. Oğlan uşaqları üçün əsas rol model, özünü aparma modeli birbaşa olaraq atalarıdır. Çox gözəl bir ifadə var. Övladıma tərbiyə vermə. Onsuz da aşağı yuxarı sənin kimi olacaq. Özünü tərbiyələndir. Burada problem valideynlərdədir, ələxüsus atalardadır ki, onlara vaxtında diqqət ayırmırlar. Həqiqətən də bir kişinin və yaxud da ki bir fərdin cəmiyyətdə özünü necə aparmasını öyrətməyiblər. Problem məhz atalardadır. Atalarından istədikləri bir obrazı almadıkları zaman bu uşaqlar kənar obrazlara qaçırlar. Kənar ideallaşdırılmış xilaskarlara doğru gedirlər. Nə pis ki, bu cür cinayətkarlar bu uşaqlar üçün ideal bir Robin Hood obrazıdır. Amma gəlin dərinə gedək. Robin Hood doğrudan da mı yaxşı bir insan oldu? Oğurlamaq doğrudan da bir yaxşı bir şeydirmi? Robin Hood varlılardan oğurlayıb kasıblara paylayırdı, amma an etibarilə Robin Hood sadəcə olaraq bir oğrudur. Kasıblara paylamaq və s. söhbəti sadəcə olaraq safsatadır. Kasıblara sən bugün pul paylasan, onlar sadəcə olaraq bugün pul olacaqlar. Amma kasıblara pul qazanmağı öyrətsən, onların varlılara ehtiyacı olmayacaq. Problem buradadır. Həm də ki, bütün varlılara pis gözü ilə, bütün kasıblara yaxşı gözü ilə baxmaq tamamilə səhv bir ideologiyadır. Hər bir halda bu uşaqların auye, veçnə, düzünə, filan kəs demək məncə çox böyük təhlükədir. Cinayəti ideallaşdıran, cinayəti normallaşdıran uşaqlar gələcəkdə nələr etməz ki? Atalara səslənirəm. Öz oğlanlarınıza, öz övladlarınıza, həm qız, həm oğlan fərq etməz. Vaxt ayırın ki, onlar obrazı kənarda yox, məhz sizdə görsünlər.